soruşacağım. Birinci sual budur ki, salam, mənim sualım var. Doğru olan namaz hansı namazdır? Yəni Peyğəmbər namazı hansı surətdə qılıb? Doğru olan namaz həmən namazdır ki, 12 imam şiyələrini biz şiyələr qılırıq onu. Dərhal deyəcəksiniz ki, özü şiyədə ona görə yox, söhbət ondan getmir. Ərəblərin bir misalı vardı. Deyirlər ki, Əhl-i Məkkə ədra bi şiabiha. Məkkə əhli özü o Məkkənin dərələrini daha yaxşı tanıyır. Bu məsəldir ərəbisində. Yaxud da ki, Əhlül Beyt ədra bima fih. Ev əhli daha yaxşı bilər ki, o evdə nə var. Heç kəs iddia eləyə bilməz ki, bir nəfər Peyğəmbərə Əli əleyhissalamdan yaxın, Fatimə-i Zəhradan daha yaxın, ya İmam Həsəndən, İmam Hüseyndən daha yaxın idi. Heç kəs bu qələt eləyib başını divara döyüb bunu iddia eləyə bilməz ki, bir nəfər Peyğəmbərə xanım Zəhradan, Əli əleyhissalamdan, İmam Həsəndən, İmam Hüseyndən daha yaxın idi. Yəni biz də əgər onların ətəyindən tutmasaydıq, Peyğəmbərin əhli beytinin ətəyindən tutmasaydıq, biz də səhv qılacaqdıq namazımızı.